İndicəlik 11-ci bölümdən başqa orqanik birləşiklərdən aldehiyd və ketonlarımız vardı. Aldehiyd və ketonlarımız bir bənzərlik var içində. Baxaq, onlar nədir? Aldehiydlər, əgər baxsağın genel formülləri R, C double bond O, H-dir. Bu genel formüldür. İşlevsel qrubu nədir burada? C double bond O, H. Bazı imtihanda gəlir COH olaraq da gələ bilir bağız. Bunun mənası nədir? Bu oksigen karbon üstündə çift bağ oluşturur. İndi baxaq, bir sıra aldehiydlər anladıram. Aldehiydin bir alkan artı al eki eklər. Bu al eki alkanların sonuna eklenir. Onlarına alkanal, metanal, etanal, propanal bu şekilde alkanların sonuna eklenir. İndi en önemli özelliklerden biri her bir alkan içinden bir CH3'nin həzf elə yerine C double bond O H çıkan, yani COH çıkan koy yerine. İndi tələbədir bizim metanda bir CH formumuz vardı. Neyden CH3'ni yaparıq? Burada əgər ben CH3'ni bəzindən həzf etsəm nə qalır? Bəzi H qalır. Yani bir CH3 getsə bir H olarına bəmçi gəlir. Bu C double bond O H'in yerini tutar. Edər bunun adı nədir? İndi dedik alkan nədir? Metan olur. Bunun ismi metanal. Metanal oldu. İndi bunun qeyri ticari adı da vardı, yazarıq. Ondan sonra nəmiz vardı? Etanımız vardı ki CH3'den oluşur. Mən dedim bir CH3 həzf edərik yerinə C double bond O H qoyarıq. Ondan sonra nə yazaram? Olar CH3 C double bond O H. Yəni də COH olur. Bu metanal isə, bir də metan etan olar, etanal ismi. İndi bir ikisinin ticari adları vardı. Etanal, propanal, butanal, pentanal, heksanal bu şekilde gider. İndi metanalın bir adı vardı, formaldehiyd. Mütləq əskarda gəlir bir isim. Formaldehiyd muxtəbərlərdə kullanılır. Formaldehiyd muxtəbərlərdə çox kullanılan bir maddedir. Maddeleri muhafaza etmek için bu madde sıvı bir maddedir. Başka maddeler bunun içinde koruyarlar. Ondan sonra etanalımız vardı. Etanalın da asetaldehiyddir. Etanalın ticari adı asetaldehiyd. Bir de aynen asetaldehiyd muxtəbərlərdə kullanılır. Bir de ticari adıdır. Bəs elmiyen adı etanaldır. Nədir? Etanaldır. Etandır. Edər nədir? Bir CH3 gedibdir. Bəsindən C double bond O H gəlibdir yerinə. Baxaq, başqa örnəklərimiz var. Propanal olsa onlarına. Propan da aynı şekilde bəs propanakanı yazaram. Bir CH3 en sonundan bəsindən eksi ederim. C double bond O H yerinə qoyaram. Bəs əgər bəzəkərə baxsağın bir dal var isə üstündə CH3, CH2, C double bond O H. İndi əgər baxsaq bir dal var üstündə, burada bir metil qrubum vardı. Bu bir daldır. Hardan başlayım numaralandırmağa? Bura numaralandırıram 1, 2, 3, 4. Edər harda mənim bir dalım var? 3-cüdə. 3-cüdə nə var? Metilim var. 3 metil, 1, 2, 3, 4. Butanal. Daimən özü zincirin başında olduğu için, zincirin devamı olduğu için onun için daimən butanal. Hiç yazmadım bir butanal. Çünkü C double bond O daimən zincirin başında yazılır. Zincirin en sonunda yazılır. Gəlməz ortada yazılır. Ortada yazılsa onlar ketonlardandır. C double bond O ortada yazılsa edər ketondur. Aldehiyd burada bir H olsun. H da en sonunda bittiği için H olur. Onun için bir butanalda butanal aynıdır. Yoxmu məsələn dəyişdirək yerini. Bir C double bond onun yeri dəyişilməz. İncəlik baxağın ketonlarda. Ketonlarında kimyasal formülü R, C double bond O R'dır. Bu ikisi alkil gruplardır. Baxırıq burada C double bond O ortaya düşübdür. Edər bu R'dır, bu da R'dır. Hər ikisi edə bilirik dəyişdirək dəyişik maddə. Bəs burada bu tərəf H idi. Edə bilmirdik qeyri alkil qrubu bura qoyaq, bu sabit idi. Aynən birinin də işlevsel qrubu burada C double bond O'dur. Buranın aldehiydin işlevsel qrubu C double bond O H idi. Yəni deyərdik COH. Burada CO'dur. Edə bilirik deyək CO. Yani C double bond O nədir? Edər işlevsel qrubudur. Biz C double bond O'nun adı nədir? Karbonil deyirlər. Çıqımçıqadan sonra karboksil də alıb baxaq o nədir? Bunun da adı karbonildir. İndi bazı örnəklər alağın, bir də baxağın isimləndirməkdə oluruna alkan 10 eki sonuna eklenir. Bu alkanım var. Onlarına alkanon. Alkanon. Bəs burada numaralandırıq. Çünki ortadakı karbonlara da düşər bu işlevsel qrup. İndi gəlağın bir örnəkimiz var. Burada da aynən diri ortadan. İndi biz bildik metanda nəmiz var idi? CH2, CH. Deyək, burada bizim nəmiz vardı? Propanımız var. Diri ortadan bir CH2 bəsin həzf elə yerinə C double bond O qoyğunan bunun yerinə. Bu propan yerinə qoyğunan onlarına propanon. Neydən indi bəmiz təhlil etsin
Acaba bu o hardadır, neçəncidadır? Propanonda hər ikisində ortada olduğu üçün yenə həm sağdan, həm soldan fərqi yoxdur. Propanonun bir qeyri adı da vardı. Baxaq, propanon necə yazar? CH3, C double bond O, CH3. Dedik, bunun adı propanon. Propanon bir qeyri adı da vardı, o da asetondur. Aseton nədir? Tırnaqdakı boyaları gidərmək üçün kullanılan kimyasal bir maddədir. Dediyim kimi hər bir maddənin bazı ticari adları da var. Propanon yəni aseton. Aseton tırnaqdakı boyaları çıxarmaq üçün kullanılan kimyasal bir maddədir. Bir də propanon. İndi baxaq, digər örnəklərimiz alaq. Baxaq, nəmiz vardı? Büyütan. Büyütanın CH3, CH, C double bond O, CH3. Əgər baxsaq, həm bir tərəf ardı, həm də bir tərəf ardı. Edər R, C double bond O, R. Hangi maddədir bu? Ketondur. Keton mənasında orqanik bileşiklərdən ketonlar birləşiyindəndir. Ecənə baxım, isimləndirim bahsini. Bunu isimləndirsəm, edər nə vardı isimləndirmə xəbəriniz olsun, yox sağdan sol tərəf. Hamısı birlikdə birinci karbon, ikinci, üçüncü, dördüncü. Sağdan da başlasam, bir ikinci düşürür. Soldan başlasaydım, üçüncüyə düşərdim. Onun üçün mən sağdan başladım. Qəbirdə də mən bəs numarakanı təhdid edərəm. Qəbirdəki bu onun ən yaxın olan tərəfdən başlayarım. Bu harada ikincidir. Yazarım 2, büyütanon. Əgər burada bir dalım olsaydı, dalaka edərdi, üçüncü karbonu düşərdi. Gənə C double bond onun ən yaxın olduğu tərəfdən numaralandırardım. Burada bir CH3 olsaydı, yazardım 3 metil 2 büyütanon. Bu üçün mənası nədir? Biz C double bond onun harada olduğunu da bir ketonlarda bəmcə göstərsin. Əgər göstərməsə edər, biz xalat etmişik. İndi bir qeyr örnəkimiz də var. Deyir, bəmcə bir alkan verir. Həm bəmcə elə aldehiyd, həm də elə keton. Bax, nə edim? Bir kimyasal, bir alkanı həm edə bilən bəhsini edim keton, həm də aldehiyd. Ketonlarda dedik, nə edərik? Ortadan bir CH2 eksilir. Aldehiydlarda ən sondan bir CH3 eksilir. Nədir CH3? Çünki CH3 ən sonda, zincirin sonunda, yəni də başında ondan eksilir aldehiydlarda. Amma ketonlarda deyir, ortadakı CH2-dən biz bəhsini eksiltərik. Ortadakı CH2. CH2 getsin yerinə C double bond O gəlsin. İndi bir örnəkimiz vardı, o da alkandır. Baxaq, hangi alkandır? Dirbəmci bir kərə əlaqə ilə keton, bir kərə də elə aldehiyd. Pentanımız var. Pentanın kimyasal formülü, yapısal formülünü yazarım ben. CH3, CH2, 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 CH3. Bu nədir? Bir yapısal formül yazdım. Kimidir bu? Pentan. Nədir pentandır? Baxarım, sayarım neçə karbondur? 1 karbon, 2 karbon, 3, 4, 5 karbona oluşur. 5 karbonda düz bir zincir şəklindədir. Adı pentandır. Deyirəm, pentanı bir kərə bəmcə əlaqə ilə aldehiyd, bir kərə də bəmcə əlaqə ilə keton. Keton etmək üçün nəyə ehtiyacım var? Aldehiyd etmək üçün nəyə ehtiyacım var? Birinci kərə aldehiyd edərəm. İkinci kərə də bəmcə edərəm keton. Baxaq, dəyişdirəndə da ismi olar nə? İndi burada, əgər edənəm aldehiyd, dedi ən sonundan, yan bir tərəfdən deyir, bir CH3 eksilir. Eksiliyəndə yerinə nə qoyaram? C double bond O, H. İndi aldehiydsə, bu 4 karbonu yazdım. 5-ci karbon həzf oldu. Nədir? Yerinə nə qoyaram? C double bond O, H. İndi bunun adı olarına pentanal. İsmi oldu pentanal. Nə çünki demişəm, hər zaman birincidə olduğu üçün bir yazılmaz. Pentanal. Ondan sonra deyir, bəmcə əlaqə ilə keton. Keton dedim, nədir? Deyir, ortadan birini sillik. Öz keyfimə, yəni birinci, yəni 4, yəni 3, yəni 2-ni siləm. Nə edərəm burada? Deyir, CH3-lər deyir, öz kimi qalsın. Nədir? Çünki CH3 alkil qrubudur. Ketonlar da R, C double bond O, R-dır. İndi ikinci siləm yerinə qoyaram C double bond O. CH2, CH2, CH3. Bəsin numaralandırsam, double bond onun ən yaxın olduğu tərəf hayanda sol tərəfdir. Yəni bu birinci karbon, ikinci, üçüncü, dördüncü, beşinci karbon. İndi bəsini isimləndirsəm, edər 2 pentanon. Bu da ismidir. Yəni ben bir alkan verdi, bu alkandan həm bəsini elədim, həm keton etdim bəsin, həm də aldehiyd etdim. Ketonda da aldehiyd bu benzərlikləri vardır. Əgər bəmizə bir halkalı versəydi, bir halka versəydi,
Daima dedim bu karbonu aparıb oyna CH2-nü bu C double bond O gəlib yerinə. Üçgənin adı nədir? Halkalı propan. Onlar nə? Halkalı propanon. Nədir? Çünki ketondur. Ketondur. Aldehyid olmaz bu. Nədir aldehyid olmaz? Çünki aldehyid yer en sonunda C double bond H olsun. Burada nəyimiz var? CH2 vardı. Bu CH2-nü həzf etdim. Yerinə nə qoydum? C double bond O gələndə onlar halkalı propanon. Əgər dörtgen olsaydı deyərdim halkalı butanon. Beşgen olsaydı halkalı pentanon. Bu şekilde devam ederdi. İndi bir organik birleşikimiz vardı. Başka organik birleşiklerin karboksilik asitler. Bir de günlük hayatımızda çok kullandığımız örneklerden biri de karboksilik asitlerimiz vardı. Bakalım bunun özelliği nedir? Kimyasal formülleri neden oluşur? Karboksilik asitlerin birinci işlevsel grupların yazarı genel formüllerini de ondan sonra isimlendirmek. İsimlendirmeye hardan başlayarıq? Burada mitka diqqətli dinləyək. Çünki bu askara sağdan, bu askara soldan başlanır. Baxaq nədir? Karboksilik asitlərdir. Başqa organik birleşiklər karboksilik asitlər. Karboksilik asitler R, COOH. Yani edebilir yazaq R, C double bond O, OH. Bu nədir bu? Kimyasal formülü. Karboksilik asitlerin işlevsel grubu karboksildir. Kəbi C double bond O, OH'dən oluşur. Karboksil işlevsel grupda. İşlevsel grup. Əgər imtihana gəldi karboksilik asitlərin işlevsel qrubu nə deyərik? C double bond O, OH-dir. Baxın, isimləndirməkdə onlarına alkan artı OX2 eklənir bəzicə. OX2 eklənirsə, burada da aynı bəmsini aparır, bir CH3-ni həzv edir bəmsicə. Yəni, CH4-dan CH3 getsə bəzisindən onlarına bir H qalır, C double bond O, OH. Bunun adı nədir? Həm bəzən edə bilirik metanoik edə bilirik bəzən deyək, metanoik. Həm də bunun qeyri adı var, bəzən edə bilirik formik asid. Formik asid. Həm də bəzən edə bilirik deyək metanoik, yəni də formik asid. Əgər baxsaq, ondan sonra etanımız vardı, CH3. Ecəni deyək, bir CH3 getsə bəzən C double bond OH gəsə yəni deyək CH3, C double bond O, OH. Yəni də CH3, COOH çox kullandığımız bir kimyasal maddedir. Bunun adı nədir? Etanoik. Etanoik. Yəni də bunun adı nədir? Günlük kullandığımız bir madde asitik asid. Bu da karboksilik asitlerden bir örnek. Əgər imtihanda gəlsə desə oksalik asid, oksalik asidin formülü də vardı kitabda. Oksalik asid, deməz formülünü yazın. Oksalik asid, bir de sitrik asidimiz vardı. Sitrik asid. Acaba kaç işlevsel grup var? Oksalik asitte 2 işlevsel grubu vardır. Sitrik asit içinde 3 işlevsel grup bulunur. Bu şekilde soru gelmişti imtihanda kaç işlevsel grupları vardır? Propan, propanoik olur dediğim kimin alkanların sonuna OX2 eklenir. Propan, propanoik. Bir de aynen sonunda yazılır. Zincirin sonunda yazılır. Ne çıkar? Ahırı OH'den gəlibdir. Bu şekilde yazılır. Metan olur metanoik, etan, etanoik, propan, propanoik, pentanoik, heksanoik bu şekilde gider. Cana bu taraftan belə sağdan belə isimləndirik bəsini. Nə? Çünki bu tarafın en yakın olduğu taraftan bəsini mən numaralandırıram. Ondan sonra dalları numaralandırıram. Çünki karboksilik asitdə karboksil tarafının en yakın olduğu taraftan bəsin numaralandırıram. Yani C double bond O, OH'in olduğu taraftan belə mən bəsin numaralandırsam, tabii diğerlerde dallar olur. Dallar daha sonra numaralandırılır. İndi baxaq, en önemli konulardan biri de esterimiz vardı. Esterlerin özelliklerini de indi yazarıq. Ester alkanın sonuna o ad eki eklenir ve isimləndirməkdə. Baxaq necə isimləndiririk bəsin işlevsel grupları nədir?
əgər baxsaq, bəzi işlevsel qrubu C double bond OOH-dir. Daimən esterlərdə bəzən isimləndirmək istəsək, isimləndirməyi neylərək ikiyə bölünəm, buradan belə. C double bond onu bu tərəfə, sol tərəfə buraxaram, digərdə sağ tərəfdə bir alkil qrubum qalır. Bir də aynı şəkildə birinci kere A şıkkını isimləndirəm, sonra B tərəfi, bir də A tərəfi, sonra B tərəfi, digər də aynı şəkildə. İndi bəzən əgər isimləndirsəm, burada nə vardı? Metil. Yazaram metil. Bu tərəfdə metilim vardı və burada nə vardı? 1 karbon, 2 karbon. Edər nədir? Etandır. Etan, mən deyim, esterlərdə olur nə? Etan, OAT. Etanoat. Metil, etanoat. Ondan sonra baxağın, gələyin, bu tərəf A-dır, bir yan dedim B-dir. Bu tərəf daha sonra isimləndir. Çünki C double bond o yakı işlevsel qrup bu tərəfdədir. Bunun adı nədir? Etil. Burada nə vardı? Burada da etanım vardı. Yəni etil, etanoat. Birinci kere sağ tərəf isimləndirəm, daha sonra sol tərəf. Çünki işlevsel qrup daimən bu tərəfdədir. Ondan sonra gələm deyər, işlevsel qrup hayandadır, bu tərəfə düşübdür cənə. Birini B, ikinci kere isimləndirəm, birinci kere A tərəfi. Burada nəmiz var? 1, 2, 3. Edər nə? Bura propildir. Propil. Burada nəmiz vardı? Bu nədir? Metan, etan. Edər etan, noat. Propil, etan, noat. Bu da isimləndirdim. Bəzən esterlərin isimləri də belədir. Çox tələbə esterlərlə eterləri bir-birlərinə qarışdırırlar. Eter, ar, o ardı. Ester, ar, C double bond o ardı. Gələyin en son organik birləşiklərdən biri, organik birləşikdir bir də en sonda, o da aminlər. Aminlər, baxaq, nədən gəlibdir? Bizim amin 3 növümüz vardı. Birincil, ikincil, üçüncül. İndi əgər baxsağın, aminlər nədən gəlib? NH3-dən gəlib. NH3 almışdıq. Nədir? NH3 zayıf bir bazdır. NH3 zayıf bir bazdır. Zayıf bir bazdan oluşur NH3. Onun üçün aminlər də əgər imtihanda gəlsə əsasına nədən gəlibdir? Zayıf bir bazdan gəlib NH3-dən. Aminlərdən baxaq necəyi gəlir, sonra da imtihanda necəyi gəlir isimləndirməkləri nasıl bir şəkildə yapılır. Aminlər dedik, ammoniyadan gəlibdir. Zayıf bir bazdır. Lewis bazıdır. Aminlər, en son aminlər NH3-dən gəlib. NH3 dedik, nədir? Zayıf bir bazdır. Edər nədir? Lewis bazıdır. Zayıf bir bazdır. Ondan sonra əgər gəlsək, baxsağın dedik, birincil, ikincil, üçüncül. Bu üçüncül mənəsi nədir? Birincil amin, ikincil, üçüncül amin. Birincil mənəsi budur ki, bir hidrojen gedər. Bu hidrojen yerinə bir alkil qrubu gəlir. İkinci mənəsi budur. 2 hidrojen gedər, 2 alkil qrubu gəlir yerinə. Üçüncü mənəsi budur. 3 hidrojen gedər, 3 alkil qrubu gəlir yerinə. Buna da gedər üçüncül. İndi baxağın, birincil mənəsi nə dedik? R, NH2. Bu birincil amindir. Nədir? Dedik, 3 hidrojeni vardı. Biri gedər, 1 alkil qrubu gəlir yerinə. İkinci kərə R, NH, R. Edər nədir? 2 hidrojen gedibdir, 2 alkil qrubu gəlir yerinə. Üçüncüdə olar nə? 3 hidrojen gedibdir, 3 alkil qrubu gəlibdir yerinə. Əgər bəsin, gələk örnək alaq. Bura bir CH3 qoysam, CH3NH2. İsmi olar nə? Metil amin. Metil. Arın ismini yazarım. Ar nədir? Alkildir. Alkilin qrubu metil amin. Ondan sonra əgər gəlsək, baxsaq, qeyr örnək yazım. CH3, CH2, NH2. Bir də edər etil amin. Bu şəkildə, burada nə varsa, metil amin, etil amin, propil amin, büyütül, pentil, bu şəkildə bəsini isimləndirik. Əgər gəlsək, baxsaq, ikincil aminlər, ikincil mənasına edər 2R qrubu var bəzinə. 2R qrubu olanda, o vaxt hardan bəsini isimləndiririk? Hangi taraftan? Sağdan, yəni soldan. Bura baxıram, metilim var. Bu tarafda da metilim var. Edər bu birləşin olur, adı dimetil amin. Əgər bu R qrupları ayrı olsa, CH3, CH2, NH, CH3. Hangi taraftan isimləndirirəm? Cənə gələm İngilizcə alfabesinə görə. Bu taraf etildir. Bu taraf metil qrubudur. Yəni mən bəsini indi isimləndirsəm edərəm nə? Etil, metil, amin. Ondan sonra nəyimiz vardı? Üçüncül aminlər. Bu üçüncüldür. Üçüncül mənası nədir? Hər 3 hidrojen gəlibdir, yerinə gəlibdir, R qrupları gəlibdir. Edər CH3 bir örnək alaq. N, CH3,
CH3. Hər 3 hidrojen gedib yerinə nə gəlibdi? 3 R qrupu. R qrupu alkil qruplardır. Hər üçü də aynı olduğu üçün edər nə? Trimetil əmin. Əgər bu R qruplar fərqli olsaydı, CH3, CH2, N, CH3, CH3. İsimləndirməkdə, yəni İngilizcə alfabetinə görə olardı nə? Etil, dimetil, əmin. Numaralandırmaq qoymadıq. Bu şəkildə bəzən isimləndirdik. Bu da əminlərin özelliklərindən biridir. 3 növ əminimiz vardı. Birincil, ikincil, üçüncül. En son konumuz gəlağın, burada baxağın organik reaksiyonlarımız var. İndi biz dedik 11-ci bölüm organik birləşikləri bildik. İndi organik reaksiyonlarımız var. Əgər kimyasalda baxsağın, burada 4 növ bizim organik reaksiyonlarımız vardı. İndi organik birləşiklər bildik. Birinci kim idi? Alkollər idi. İkinci alkil halojenlər idi. Üçüncü esterlər, eterlərimiz var idi. Ketonlar, aldehaydlar, bir də əminlər. Bunlar hamısı nə idi? Organik birləşiklərdir. İndi baxaq, bu organik birləşiklərin reaksiyonları necədir? Çox qısa bir şəkildə, cədvəl şəklində yaparam bəuzcu, qalat etməmək üçün bu qədər soru gəlir. Yəni, bəmizə reaksiyon verir, ismini sorar. Deyir, bu reaksiyonda aşağıdakilərdən hangi tür reaksiyondur? Yəni, organik bir birləşikdir. İndi yazarım organik reaksiyonlar. Organik reaksiyonlar dediyim kimin 4 növətdir? Organik reaksiyonlar 4 türdür bu organik reaksiyonlar. Birinci, ikinci, üçüncü, bu da dördüncü. İndi isimlərini də yazarım, örnəklərini də bərabər, hətta qalt etməyəğin ən qısa yoldan bağışçı anladarım. Organik reaksiyonlar. İndi biz organik birləşikləri oxuduq. Birinci alkolləri də oxuduq həmsin. Organik reaksiyonlarda yer değiştirme reaksiyonları. Yer değiştirme reaksiyonları. İkinci növümüz vardı, katılma reaksiyonları. Baxın, katılma mənası nədir? Katılma reaksiyonları. Üçüncüdə varımızdı kondensasyon. Kondensasyon İngilizcədir, yəni yoğunlaşma reaksiyonları. Kondensasyon reaksiyonları. Dördüncü eliminasyon. Eliminasyon reaksiyonları. Bu da dördüncü nəvətdir, yəni bəzində bir eksiklik edərik. İndi gələk eliminasyondan belə başlayaq. Yəni edə bilərik yer değiştirmə reaksiyonlarından belə başlayayım. Yer değiştirmədə nə vardı? Yer değiştirmə reaksiyonlarında bir bağım vardı, tek bağdır. Kimi ilə bərabər bir hidrojen eksilir. Məsələn, mənim metanlarım var. Metanlarda metanım var, CH form var. Bəzən bir hidrojen eksiltərəm, nə qoyarım yerinə X. X kim idi? Halojenlərdir. Bir halojen gəlir, birinin yerinə xəbəri olsun, doymuş hidrokarbonlardır. Yer değiştirmə reaksiyonları doymuş hidrokarbonlardır. Yəni hidrojen halojenlər ilə yer değiştirir. Ha zaman bu doymuş hidrokarbonlarda. Doymuş hidrokarbonlarda. Yer değiştirmə baxadaydı. İndi də katılmanı alsaq, katılmada doymamış hidrokarbonları bəsin edəğin doymuş hidrokarbonlar. Yəni mənası nədir? Çift bağlı hidrokarbonu edək tek bağ. Çift bağ kimi də alkenlər idi. Çift bağ biz neydən edərik tek bağ? H2O yardımı ilə. Yəni də üçlü bağımız var. Edə bilirik bəsin edəğin tek bağ. O da 2H2 yardımı ilə. Ondan sonra kondensasyon reaksiyonlarımız vardı. Dedim, o da nədir? Yoğunlaşma reaksiyonlarıdır. İşlevsel grupların bütünləri, bütün işlevsel gruplar nəmiz var? Karboksiliklər idi, eterlər idi. Həmsini burada kullanıq. Neydən bərabər? Bəmizə üründə bir işlevsel grup verər. İşlevsel grup verər bəmə. Artı H2O verər. Burada işlevsel grupları da bax, hər naxsıysa, bəmə karboksil verir, yəni əmin verir, hər hangisini bunlardan tümünü də verə bilir bəmizə. Bir H2O ilə verər. Yəni işlevsel grubu nə edə bilir? Bəmizə O versin, əmin versin, karboksil versin. Üründə hər zaman bunları gördük. H2O ilə deyəsən bir kondensasyon reaksiyonlardır. Eliminasyona naxsıdır. Üründə bəmə çift bağdan artı H2O verir. Çift bağ artı H2O. Yəni 2 bağ bəmisi çevirə bilir də 3 bağ, yəni alkol edər bəmisi alken. Yəni də OH edər bəmisi çift bağ, yəni də ol olar N. Yəni alkol olar N. Olaka alkollar N. N yəni nə?
alkenləri dəyişdirir bəmsi. Bu da organik reaksiyonlardır. Organik reaksiyonlar birkaç örnəkimiz vardı. Onlarda anladığın bazı örnəklərdən burada baxaq, yer dəyişdirmədir, hər nağısıdır. Bu şəkildə organik reaksiyonları mən qısaltım. Bəs burada bir iki örnək yazarım. Hətta baxaq, imtihanda necə gəlir. 2-3 örnəkdə yazağın. En son konumuz o da polimerlerdir. 11. bölüm 4. qismindadır polimerler. İndi bazı örnəklər yazaq. Dedik, birinci yer değiştirme reaksiyonları neydi? Metandı. Bir hidrojeni vardı. Yer değiştirir. Kimiden? Bir klordan. Yer değiştirirse onlarına CH3 Cl artı HCl. İmtihanda gəlir. Bu reaksiyon hangi reaksiyonda? Yer değiştirmədir, katılmadır, kondensasyon, eliminasyon hangisidir ve yer değiştirme reaksiyonudur. Nasıl yer değiştirme reaksiyonudur? Çünkü metanım vardı, bir alkanlarım vardı, bir hidrojen eksilir bəsindən kim gəlir yerinə? Halojenler. Hər hangi halojen olsa gəlir yerinə bəmtinə verir, alkil halojenler elde edilir. O vaxt nə deyirlər? Yer değiştirme reaksiyonları. İndi ondan sonra bir örnekim vardı. CH2 artı HCl. Ne verib? Bəmə dəymən baxaq CH3, CH2, Cl. İndi burada nə var? Çift bağım var. Edərə doymamış bir hidrokarbon var. Bəhsini etdim tekli bağ. Onları nə? Doymuş hidrokarbon. Əgər baxdıq doymamış olubsa doymuş edər hangi türdür? Katılma reaksiyonlardır. Doymamış olubsa doymuş edər katılma reaksiyonlardır. Ondan sonra nəmiz vardı? CH'li bir alkolümüz vardı. CH2OH, H2SO4 yardımı ilə onlar CH2, 2 bağ CH2 artı H2O. İndi burada baxaq, mənim alkolüm var, olub da alken. Hangisində alkoller bəmsi olurdu alken? En sonda nə? Eliminasyon reaksiyonları. Eliminasyon reaksiyonlarında alkoller olurdu alkenler. Yani onlar da çift bağ bəmsi oluştururdu. O çıkan bəmsi bu o çift bağ çevirirdi. Bir örnekimiz vardı CH3 OH, bir de alkoldur. Bəs cənə qeyri alkoldən reaksiyonu gedibdi. Bəmə nə veribdi? CH3O, CH3 artı H2O. İmtihan gəldi. Bu tepkime hangi tür reaksiyondur? Bir de kondensasyon reaksiyondur. Nədir kondensasyon reaksiyondur? Çünki burada baxar, iki madde, bunlara baxmam hər hangisi tepkime gibi. Bəz ürünlərə baxarım burada. Ürünlərdə nə vardı? O vardı. O yakə nədir? Edir ROR, etərdir və H2O-dan verir. Burada deyim, işlevsel grup. Əgər o, yəni siz bulun o art H2O elde edilirsə və edir kondensasyon reaksiyonlarıdır. En son mövzumuz qaldı polimerler. Polimerlərdə polimer mənası nədir? Polimer mənası budur. O maddelerdir ki küçük birimlerden oluşur. İmtihanda gəlmişdi. Bu küçük birimlerin adı nədir? Bu küçük birimlere monomerler denir. Monomerimiz de vardı, çox növdən oluşur. Ondan sonra en önemli şeylerden biri polimerler ısıtıldığında iki növümüz vardı. Əgər baxsaq bir növ polimerimiz vardı. Isıtıldığında heç bir etki etmez. Bəs bazı növ polimerlerimiz vardı. Isıtıldığında şeklini değiştirir. Isıtıldığında şekil değişmeyen madde nədir? Əgər baxsaq mutfaqlarda kullanılan tencere saplarıdır. Isıtıldığında da tencere saplarının hiçbir etkisi yoktur. Bəs əgər ısıtıldığında etki eden nədir polimerler? O da günlük hayatta kullandığımız plastik maddelerdir. Isıtıldığında rengi değişir, bir de nədir eder? Şekli de değişir, eritilir. Yine kullanılmak için hazır hale gelir. Baxsaq, əgər içine polimer katılmayan kondensasyon polimerlerimiz vardı. O da polimerlerin diğer örneklerdir. Polimerler ısıtılma özelliklerine göre 3 tür yapısal formülleri vardır. Yapısal formül mənası çizgisel polimerimiz dallanmış, bir de çaprazlaşmış polimerler. En önemli şey de polimerlerde çox gələn sorulardan biri de vulkanizasyon polimerlerdir. Bu da gene günlük hayatımızda çok kullanılan bir madde olduğundan dolayı vulkanizasyon kullanılır. Bu da nədir? Kıyafetlerde kullanılan bir polimerdir.